Hər vaxtınız xeyir olsun. Bu hadisə bir neçə il əvvəl baş verib. Hadisənin nə qədər real və qeyri-real olduğu barədə məlumat yoxdur. Hadisə belə baş verib. Hələ də o günləri xatırlayanda insanın içindən qəribə bir soyuqluq keçir. Biz kənd yerində yaşayırdıq. Qohumumuzun oğlu evlənmək istəyirdi və tanış vasitəsilə bir ailə tapılmışdı. Qızın ailəsi başqa rayonda, dağlıq ərazidə yaşayırdı. Hər şey normal idi. Biz də elçi kimi 4 nəfər adam bir axşamüstü onların evinə getdik. Yol boyu sürücü dedi: "Bu kənd biraz qəribədir. Axşam tez düşür burada." Sürücünün dediyi bu sözlərə çox da fikir vermədik. Kəndə çatanda ilk diqqətimizi çəkən şey sakitlik oldu. Hava hələ tam qaralmamışdı. Amma kənddə sanki həyat yox idi. Nə uşaq səsi, nə heyvan səsi, nə də həyətlərdə adam. Elçi getdiyimiz ev kəndin ən kənar hissəsində yerləşirdi. Köhnə, amma səliqəli bir ev idi. Qapını döydük. Bir neçə saniyə sonra qapı açıldı. Qapını açan kişi bizi sakit, ifadəsiz baxışlarla qarşıladı. "Buyurun, sizi gözləyirdik." Bu söz biraz qəribə gəldi. Çünki gəliş saatını dəqiq deməmişdik. Evin içinə daxil olanda ilk hiss etdiyimiz şey soyuqluq oldu. Hava çöldən daha soyuq idi. Sobanın içində od yanırdı, amma istilik yox idi. Otaqda qızın anası, atası və özü oturmuşdu. Hamısı bizə eyni şəkildə baxırdı. Eyni ifadə, eyni sakitlik, eyni soyuq baxışlar. Söhbət başladı, amma qəribə bir şey vardı. Sual verirdik, cavab verirdilər. Amma sanki hamısı eyni cümlələrlə danışırdı. Hətta bəzən biri danışmağa başlayır, digəri eyni sözləri təkrarlayırdı. Bir müddət sonra işıq bir neçə dəfə titrədi. Elə bu anda qız başını yavaş-yavaş qaldırdı və birbaşa mənə baxdı. Onun gözlərində qəribə bir şey vardı. Baxışları insan baxışı deyildi. Sanki içində heç nə yox idi. O an otaqdakı digər kişilər də narahat olmağa başladılar. Sonra daha qorxulu hadisə baş verdi. Qızın anası çay gətirmək üçün ayağa qalxdı. Mətbəx tərəfə getdi. Amma bir neçə saniyə sonra mətbəx tərəfdən də onun səsi gəldi. "Çay hazırdır." Hamımız o tərəfə baxdıq. Çünki qızın anası hələ otağın ortasında dayanmışdı. O isə heç nə olmamış kimi sakitcə yerinə oturdu. Heç kim bu arada danışmadı. Amma hamımız bir-birimizə baxdıq. Artıq evdə qəribə bir gərginlik var idi. Birdən evin arxa otağından addım səsləri gəlməyə başladı. Ağır, yavaş addımlar. Amma bizdən başqa evdə heç kim olmamalı idi. Ev sahibi sakitcə dedi: "Qorxmayın, o bizdəndir." Bu söz otaqda sanki havanı daha da ağırlaşdırdı. Bir neçə saniyə sonra arxa otağın qapısı açıldı. İçəridən uzun boylu, çox arıq bir kişi çıxdı. Üzü solğun, gözləri çuxura düşmüş kimi idi. O gəlib qızın arxasında dayandı və hamısı eyni anda bizə baxmağa başladı. Eyni baxış, eyni ifadə. O an otaqdakı saat birdən dayandı. Sonra hamısı eyni anda gülümsədi. Amma bu gülüş insan gülüşü deyildi. Dodaqları gülümsüyürdü, amma gözləri yox. Bizdən biri ayağa qalxıb dedi: "Bağışlayın, biz getməliyik." Ev sahibi sakitcə: "Tələsməyin, hələ gecə uzun olacaq." Bu sözlərdən sonra qapıya tərəf getdik. Qapını açdıq, amma çöl tamam qaranlıq idi. Halbuki biz çatanda hələ hava qaralırdı. Saatimizə baxdıq. 03:17. Biz ora axşam 7-də gəlmişdik. Heç kim danışmadan maşına minib kənddən çıxdıq. Sürücü kəndin çıxışında dedi: "Bu kənddə işıq yoxdur axşamlar." Amma baxın, geri baxdıq. Kənddə heç bir evin işığı yanmırdı. Yalnız bir ev, elçi getdiyimiz ev. Pəncərəsində isə bir neçə kölgə dayanmışdı və ən dəhşətlisi, onlar maşının arxasınca baxırdılar. Sonradan həmin kənd haqqında soruşduq. Orada yaşayan bir nəfər dedi: "O evdə yaşayan ailə illər əvvəl bir gecə hamısı ölü tapılıb. Ondan sonra o evə köçən olmayıb."